Salam, bugünkü videomuzda ədəbiyyat fənnindən tez-tezlərə düşən, rastlaşdığımız vacib bir mövzunu sizinlə bölüşmək istəyirəm. Azərbaycan yazılı ədəbiyyatında dramatik növün janrlarının yaranmadıcılığı haqqında danışmaq istəyirəm. Deməli, Azərbaycan yazılı ədəbiyyatında dramatik növün ilk yaranan janrı komediyadır. Komediyanın əsası 1850-ci ildə Mirzə Fətəli Axundzadənin Hekayət-i Molla İbrahim Xəlil Kimyagər əsəri ilə qoyulubdur. Bununla da Azərbaycan dramaturgiyası yarandı. Deməli, Azərbaycan dramaturgiyasının banisi kimdir? Mirzə Fətəli Axundzadə. Nəsrlə yazılmışdı bu komediya? 1889-cu ildə Cəlil Məmmədquluzadənin Çay Dəzgahı piyesi ilə mənzum allegorik dram janrının əsası qoyuldu. Bununla da Azərbaycan mənzum dramaturgiyası yarandı. Həmçinin uşaq dramaturgiyası da yarandı. 1894-cü ildə Nəriman Nərimanovun Nadanlıq piyesi ilə nəsrlə yazılmış dram janrı yarandı. 1896-cı ildə Nəcəf bəy Vəzirovun Müsbət Fəxrəddin əsəri ilə nəsrlə yazılmış faciə janrının əsası qoyuldu. 1910-cu ildə Hüseyn Cavidin Ana mənzum piyesi ilə nəzmlə yazılmış, yəni mənzum faciənin əsası qoyulur. Bununla da mənzum romantik dramaturgiya yarandı. Və 1909-cu ildə Cəlil Məmmədquluzadənin Ölülər piyesi ilə tragikomediya janrında əsası qoyulur. Bəs Hicavəznə dramaturgiya nə vaxt yarandı? 1937-ci ildə Səməd Vurğunun Vaqif piyesi ilə lirik psixoloji dramaturgiyanın əsasını isə İlyas Əfəndiyev qoymuşdur. Bugünkü videoda məlumatlarımız bu qədər. Gələn videolarda da vacib məlumatları sizinlə bölüşməyə çalışacağım.